İndeksləşdirilməsi ilə bağlı sərəncamına dairdir. Rəşad müəllimin çıxışından sonra kimin sualı olarsa özü təqdim eləməklə sualını verə bilər. Buyurun. İşləyək. Hörmətli media nümayəndələri, dəyərli həmkarlar, xanımlar və cənablar. Bugün sizinlə əhəmiyyətli bir qərarı və bu qərarın nəticələri ilə bağlı bölüşməkdə məmnunluq duyuram. Cənab Prezident tərəfindən əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanmışdır. Sərəncamın əsas məqsədi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək, pensiya təminatının real dəyərini qorumaq və sosial rifahın yüksəldilməsini davam etdirməkdir. İlk növbədə qeyd edim ki, bu artım bütün pensiyaçılara əhatə edir. Ölkəmizdə 1.100.000 pensiyaçını əhatə edən bu indeksləşdirmə tədbirinin nəticəsi olaraq pensiya məbləğləri, eləcə də hazırda işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı 2026-cı ilin 1 yanvar tarixindən artırılır. Nəzərinizə çatdırmaq istərdim ki, pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əmək haqqının illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ili üzrə bu artım tempi 9,3% olduğundan pensiyaçıların da, pensiyaları da analojik olaraq eyni faizlə indeksləşdirilir. Misal, pensiya məbləği 500 manat olduğu təqdirdə vətəndaşımız üçün 9,3% artım 46 manat artım deməkdir və pensiya məbləği 546 manat təşkil edəcəkdir. Pensiya məbləği 1000 manat olduğu təqdirdə bu 93 manat təşkil edəcəkdir. Eləcə də vətəndaşların narahatçılıqlarını qabaqlayaraq bildirmək istərdik ki, bəzi sualları olur ki, misal üçün yanvar ayı üçün artım nəzərə alınacaqmı yoxsa yox. Bu məsələ ilə bağlı bildiririk ki, yanvar ayı üzrə artım da fevral ayının pensiyası ilə birlikdə ödəniləcəkdir. Daha bir vacib məqam, bu yanaşma yalnız ümumi şərtlərdə pensiya alan vətəndaşlara deyil, qulluq stajına görə əlavələr alan pensiyaçıları da əhatə edir. Yəni bunlar hərbi qulluqçular, hüquq mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və bu kimi qulluq stajına görə əlavə alan şəxslər də əhatə olunacaqdır. Həmçinin 2023-cü ildən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da eyni qaydada indeksləşdirilir. Təbii ki, bu artımlar ciddi maliyyə tutumuna malikdir. Ümumilikdə 1.100.000 pensiyasını əhatə edən indeksləşmə üçün illik əlavə olaraq 640 milyon vəsait ətrafında vəsaitin xərclənməsi nəzərdə tutulur. Pensiyaların maliyyələşdirməsi ilə bağlı qanunvericilik çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə təsdiq edilmiş büdcə göstəriciləri 7 milyard 993 milyon manat səviyyəsində təşkil edilmişdir. İndeksləşmə faizlərinə gəldikdə isə bu il üçün indeksləşmə faizi nəzərə almasaq, son 5 ildə pensiya məbləğlərində təxminən 70% artım gerçəkləşdirilib. Cari il üzrə indeksləşmə faizi də nəzərə alınmaqla artımın ümumi səviyyəsi 85% təşkil edir. Yəni ki, 2020-ci ildə 500 manat pensiya alan şəxsin pensiyası indeksləşmə siyasətinə görə artıq bugün 925 manat təşkil edəcək. Yeni artımlar pensiyaların orta göstəricilərinə də təsir eləyir. Proqnozlara əsasən indeksləşmə nəticəsində orta aylıq pensiya məbləği 543 manatdan 593 manata, yaşa görə olan orta aylıq pensiya məbləği 578 manatdan 631 manata yüksələcəkdir. Bu nəticələr son illərin ümumi dinamikası ilə əlbəttə ki, uzlaşır. Qeyd etmək istərdim ki, sərəncam yalnız pensiyaları deyil, eyni zamanda sığorta olunanların fərdi şəxsi hesablarında toplanan pensiya kapitalına da indeksləşdirməsini nəzərdə tutur. Pensiya kapitalının indeksləşdirməsi ölkə üzrə istehlak qiymətləri indeksinin orta illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilərə əsasən 2025-ci ilin istehlak qiymətləri indeksi əvvəlki il ilə müqayisədə 5,6% təşkil edib. Buna uyğun olaraq pensiya kapitalları da eyni faiz qədər indeksləşdiriləcəkdir.
Məsələn, fərdi hesabda 50.000 manat pensiya kapitalı olan şəxsin kapitalı 2.800 manat artaraq 52.800 manat təşkil edəcəkdir. Bu da o deməkdir ki, pensiya kapitalı təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə yolu ilə artırılır. Bu ardıcılıq onu göstərir ki, məqsədimiz yalnız bir dəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir. Burada xüsusi vurğulamaq istərdim ki, artımlar keçən illərdə olduğu kimi tam avtomatik qaydada həyata keçiriləcək, yəni pensiyaların hər hansı sənəd təqdim etməsinə, hər hansı quruma müraciət etməsinə, hətta elektron müraciət etməsinə də ehtiyac qalmır. Artıq elektron sistem üzərindən proaktiv formada hesablanacaq və ödənişlərə tətbiq ediləcəkdir. Pensiya sahəsində həyata keçirilmiş islahatlar təkcə artımlar və artımlarla məhdudlaşmır. Əlçatanlığın genişləndirilməsi məqsədi ilə xidmətlərin rəqəmsallaşdırılması və proaktiv təyinat mexanizmləri ardıcıl şəkildə genişləndirilir. Eyni zamanda əmək pensiyaları haqqında müvafiq qanunvericiliyə edilən əlavə və dəyişikliklər hüquqi bazanı təkmilləşdirir. Bu yanaşma pensiya sisteminin daha çevik, daha ədalətli və vətəndaş üçün daha əlçatan olmasına da xidmət edir. Sonda bir daha vurğulamaq istərdim ki, bu qərar cənab Prezident İlham Əliyevin sosial siyasətinin mahiyyətini, vətəndaş rifahının ardıcıl şəkildə yüksəldilməsini aydın şəkildə nümayiş etdirir. Məhz bu yanaşmanın nəticəsidir ki, son 7 ildə icra olunan bu 5 sosial islahat paketi 4 milyon insanı əhatə edib və bu məqsədlə təqribən 8 milyard vəsait yönəldilib. Nəticədə maaşlar, pensiyalar və müavinatlar mütəmadi olaraq artırılıb, pensiyaların indeksləşdirməsi təmin olunub. Bütün bunlar onu göstərir ki, cənab Prezidentin məqsədi yönlü sosial siyasəti və güclü siyasi iradəsi nəticəsində həyata keçirilən islahatlar vətəndaş rifahının yüksəldilməsinə xidmət edir və bundan sonra da ardıcıl şəkildə davam edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Əlavə suallar varsa, buyurun. Özünüz təqdim edin. Siz orada göstəriciləri açıqladınız, biz median göstəricilər nə qədərdir? Bu halda ancaq orta göstəricilərdən istifadə olunur. Median göstəricilərlə bağlı əlavə sorğa verirsəz, biz onu sizə məlumatı verə bilərik. Başqa sual olan? Yoxdur başqa sual. Oldu, onda briefingimizi yekunlaşdırırıq. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun.